Salam bir vaxtınız xeyirli olsun. Demək belə bir orijinal pultu təmirə gətiriblər. Pultun bəzi knopkaları işləmir. İndi ortağın nəticəni bir yerdə izləyək. Açırıq açmağa davam edirik. Fikir verirsiniz, burada ağ ləkələr var. Bu hissədə də dəmir bulanıb, yəni hər bir şeyin üstündə batareykadır. Burada ağdır. Bunların hamısını təmizləyək və bura orijinal kömürləri vuracaq. Orta baraban sistemi, ses alıb verən, kanal dəyişən, söndürüb yandıran. Hər bir hissəni ayrı-ayrı təmizlədik. Kömürləri kəsdik. 5 ədədlər aşağı hissədə. Demək, burada fikir versəz, kondensator yeri var. Bura kondensator da qoyacaq, batareykanın ömrünü artırmaq üçün. Amortizatorunu da vuraq. Demək, amortizatorları vurdıq. Orijinal kondensator qoyuldu. Orijinal 10 ədəd Michel Pirelli baklava kömürləri qoyuldu. Dəmiri dəyişəcəyik, çürüyüb bu. Burjunu dəyişdik. Bütün knopkaları pambıq kimi işləyir. Orijinal daşını da qoyduq. Bu qədər. Çox sağ olun, izlədiyinizə görə.